Salam cənab treyderlər və investorlar. İnformasiya analitik xidməti əlaqə saxlayır Güruh Markets. Şirkətin ümumi məlumatlarından başlayaq. Lazım olsa onu dayandıra bilərsiniz. Korporasiyanın bütün parametrləri ilə yaxından tanış ola bilərsiniz. İndi biz şirkətin əsas fundamental göstəricilərinə baxacağıq. Brookfield Renewable Corp. Ticker BRPC. Baxış 19 may 2025-ci il tarixinə olan cari məlumatlara əsaslanır. Təsnifata görə Güruh Markets Korporasiya Brookfield Renewable alt kateqoriyaya aiddir. Green Energy təhlildə 45 şirkət iştirak edir. Bu, kifayət qədər təmsilçidir. Son qərarları videonun sonuna yaxın görəcəyik. Şirkət üçün ümumi nəticə 10 baldan -8. Alt kateqoriya üzrə orta xal -0,5 baldır. Çox geniş baxsanız, ümumilikdə bütün ABŞ bazarı çərçivəsində. Görəcəyik, bütövlükdə bazarın orta reytingi 1,9 baldır. Şirkət üçün -8 bal reytinginə qarşı Brookfield Renewable Corp. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi Brookfield Renewable Corp və alt kateqoriyalı paylaşımlar. 12 aydır hissləri görürük Brookfield Renewable Corp -2,9% dəyişmə göstərdi. Alt kateqoriyada qiymət dinamikasına qarşı -1,1%. Bu mütləq heç nəyi sübut etmir, lakin bu faktı nəzərə almaq lazımdır. Şirkətin bazar kapitallaşması Brookfield Renewable Corp. 5,9 milyard dollar dəyərində qiymətləndirilib. Alt kateqoriyanın kapitallaşması isə 62 milyard dollardır. Brookfield Renewable 8,656% paya malikdir. O, alt kateqoriyada orta şirkətlərdən biridir. Şirkətin balans dəyəri 1,67 milyard dollardır. 40 milyard dollar balans kapitallaşması ilə alt kateqoriya 1,5 milyard dollar dəyərindədir. Brookfield Renewable 4,185% təşkil edir. Fond bazarı və balans kapitallaşmasının paylarını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Brookfield Renewable Corp. Alt kateqoriyada bazar kapitalizasiyası üzrə qiymətləndirmə 8,656% təşkil edir. Balans dəyəri 4,185% təşkil edir. Bu, bazar kapitallaşma payından 52% azdır. Alt kateqoriyada şirkətin bazar və balans kapitallaşma payının qiymətləndirilməsi, PIS, -1 bal. Təhlil edilən təşkilatın 16,414 milyard dollar borcu var. Borcun balans dəyərinə nisbəti şirkətin kapitalının 982,9%-ni təşkil edir. Şirkətin borc səviyyəsi üçün nəticə çox pis, -2 bal. Şirkətin bazar dəyərinin mənfəətinə nisbəti 0-dır. 0 alt kateqoriyasında orta qiymətlə. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar qiymətinin qazanc nisbəti çox pis, -2 bal. Son 12 ayda mənfəət -190 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Və bu, şirkətin qiyməti üçün son dərəcə pisdir. Alt kateqoriya ilə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi, PIS, -1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 1:1-dir. Alt kateqoriya üzrə orta göstərici 1,3 təşkil edir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 15% aşağıdır. Alt kateqoriya göstəriciləri ilə müqayisədə şirkətin səhm qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Son 12 ayda gəlir 5,90 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlir məlum deyil. Və bu, şirkətin qiyməti üçün son dərəcə mənfidir.
Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək satış həcmlərinin göstəricilərinin qiymətləndirilməsi, PIS, -1 bal. Satış marjası -3,7%, alt kateqoriya üzrə orta göstərici -13,5% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 9,7% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi, keçərli, -0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 2,47% təşkil edir. Bu, bazar kapitallaşma payından 250% azdır. Bu fakt şirkətin bazar dəyərinin balanssızlığını əks etdirir. Brookfield Renewable, yəqin ki, həddindən artıq qiymətləndirməyə doğru. Şirkətin bir işçisinə düşən kapitalın məbləği $2230.000. Alt kateqoriyada isə $637.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 250,1% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçiyə düşən kapitalının həcminin qiymətləndirilməsi, keçərli, 0 bal. Şirkətin bir işçiyə düşən mənfəəti $78,600.000. $64,700 alt kateqoriyada orta hesabla. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 21%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, TOLED, -0,5 bal. Təşkilatın fərdi işçisinə düşən gəlirin həcmi $2,107.000. Alt kateqoriyada $481.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 338%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin fərdi işçisinə düşən gəlirin qiymətləndirilməsi, keçərli, -0,5 bal. Qısaldılmış səhmlərin sayı 3,5%, alt kateqoriya üzrə orta göstərici isə 8,9% təşkil edir. Bu qısa bir sıxılmanın göstəricisidir. Texniki göstərici RSI 14 şirkət üçün %66 səviyyəsini göstərir Brookfield Renewable. Halbuki alt kateqoriyada RSI səviyyəsi 14, təxminən 65%-dir. Potensial olaraq alt kateqoriya qiymətli kağızlar şirkətin səhmləri ilə eyni şəkildə kotirovka edilir Brookfield Renewable Corp. Şirkətin səhmlərinin faktiki qiyməti $29,98 civarındadır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $33,59-dır. Cari təxmin və konsensus proqnozunun dinamikası təxminən 12%-dir. Sizin üçün mövcud olan sifarişlər cədvəlinə baxaq, ona bir keçid bağlanmış şərhdə. Sifariş cədvəlində qiymətləndirmə məlumat və istinad sistemi tərəfindən bu mövsüm qəbul edilmiş bütün qərarlar var. Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin səhmlərinin təhlili əsasında Brookfield Renewable Corp. Ehtiyatların qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Markets aşağıdakı qərar qəbul edildi. $29,99 açıq satış sifarişi. Sövdələşmə açıqdır, çünki şirkətin kifayət qədər aşağı reytingi var. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə metodundan, Akimin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 26,64 səviyyəsində müəyyən edilmişdir. Stop loss 33,34 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sifariş 18 iyun 2025-ci il tarixində ticarət sessiyasının sonunda avtomatik bağlanacaq. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, MNTK, əsas alış sifarişinə çevriləcək. Əsas sifarişlə bağlı video artıq kanalda yayımlanıb.
Sifarişlərdən hər hansı birini bağlayarkən əsas və ya balanslaşdırma. Əks sifariş cari qiymətə bağlanır. Bu videoya baxdığınız və məlumat və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets